Salam, hər vaxtınız xeyir. Həftəlik bürcləri sizə təqdim edirəm. Qoç bürcü. Bu həftə həyatın ritmi yavaşlayacaq. Son vaxtlarda yeni üfüqlər açmağa həvəs qurursunuz. Təəssüf ki, bu istiqamətdə işlərin pozulması mümkündür. Bu sözü məhdudlaşdırmaq üçün deyil, daha yaxşı nəticələri əldə etmək üçün yeni bir yol tapmağa fürsətdir. Əgər bu istiqamətə yönəlsəz, əldə edəcəyiniz mükafatlar daha dəyərli olacaq. Buğa bürcü əlaqələrdə bərabərlik məsələsi önə çıxır. Hər hansı bir şəxsi peşəkar razılaşma üzərində işləyirsinizsə, qarşı tərəfə etibar eləməsi gündəmə gələcək. Gələcək həftələr sizə tempi artırmaq üçün qüvvət verəcək. Ehtiyatlı davranacaq, praktik olacaqsınız. Belə halda məqsədinizə çatacaqsınız. Əkizlər, son vaxtlar əlaqələrə diqqət yetirirsiniz və indi bir maneə ilə qarşılaşa bilərsiniz. Məsələn, bir tanışınızla iş, sevgi və əməkdaşlıq sahəsində tam razı olduğunuzu düşünə bilərsiniz. Amma bu vəziyyətin belə olmadığını indi sakitcə dayanmaq, vəziyyəti qiymətləndirmək üçün ən yaxşı zamandır. Xərçəng, son həftələr həyatınızda çox şey baş verdi və indi bu surətin tam əksinə hər şeyin dayandığını hiss edə bilərsiniz. Həyatınızda o qədər məsuliyyət var ki, onların tamamlanmasını düşünürsünüz. Əgər köhnə layihələrə geri dönmək istəyirsinizsə, bu uyğun vaxtdır. Şir bürcü. Yeni münasibətlərə başlayırsınızsa, qarşı tərəfin davranışları gözlədiyinizdən fərqli ola bilər. Köhnə sevgililər həyatınıza dönə bilər. Bu dövr ərzində addımlar atmaq üçün yaxşı bir zamandır. Qız bürcü. Həftə üçün ümumiyyətlə uğurludur. Amma biraz qarışıq və yavaş keçə bilər. Bu dövr ailənizlə əlaqə qurmaq üçün əla bir vaxtdır. Kiçik anlaşılmazlar yaranarsa, fikrinizi sərt bildirin. Tərəzi bürcü. Bu həftə tərəzi bürcündə hər kəsin bir-birini anlamağı dövr kimi yaşana bilər. Fikri ayrılığı olmayacaq. Amma hər kəs eyni mövzuda danışır. Bu həftə ünsiyyətə diqqət yetirin. Əks halda zəruri olmayan münasibətlər çox olacaq. Əqrəb, maddi məsələlərdə biraz çətinlik olacaq. Pul və uğur barədə son vaxtlar özünüzü güvənli hiss etmirsiniz. Amma indi müəyyən çətinliklər üzə çıxa bilər. Ödəmələrdə gecikmələr və bank hesabınızda qəribə dəyişikliklər müşahidə edə bilərsiniz. Oxatan bürcü. Oxatan bürcündə doğum günü mövsümə başlayır və siz diqqət mərkəzində olmağa hazırsınız. Bu dövr il ərzində nə əldə etmək istədiyinizi düşünmək, bunları həyata keçirmək üçün uyğun bir zamandır. Fəaliyyətinizi davam etdirin. Uğur sizinlə olacaq. Oğlaq bürcü. Bu həftə hər şey gözləndiyi kimi deyil. Ya siz, ya da başqaları bir neçə sirri gizlədir. Bu da üzə çıxa bilər. Əgər bu sirlər çətinliklə bağlıdırsa, vəziyyəti yumuşatmaq üçün açıq ürəklə dinləməyə çalışın. Dolça bürcü. Dolça bürcündə bu həftə biraz daha sakit keçəcək. Nostalji və normal hisslər ön planda ola bilər. Köhnə dostlar, tanışlarla əlaqə qura bilərsiniz. Rahat səmimi hisslərlə həftə boyu əhvalınız xoş ola biləcək. Balıqlar, işlərinizi sürətlə irəli getdiyini düşünürsünüz. Amma bu işlərin təxirə salındığını hiss edirsiniz. Bu vəziyyəti məğlubiyyət kimi qəbul etməyin. Əksinə bu, kainatın işlərinizin təxirə salmasını istəməsi ilə əlaqədardır. Həftə sizə xoş sürprizlər bəxş edəcək. Bu həftəlik bu qədər. Çalışın özünüzdən müğayət olun.